Herkese salam. Podkastın yeni buraxılışına xoş gəlmisiniz. Bugün biz incəsənətin həm ən köhnə, həm də ən aktual mövzularından birini müzakirə edirik. İncəsənətdə tənqid mədəniyyəti və bu mövzuya açıqlıq gətirmək üçün qonağımız vizual incəsənətin tarixi və nəzəriyyəsi üzrə mütəxəssis Cavidan Zeynalov da bizimlədir. İstərdim ki, söhbətə sizinlə başlayaq. İzləyicilərimiz də sizi daha yaxından tanısın. Cavidan bəy, buyurun. Salamlar, axşamınız xeyir. İlk olaraq çox sağ olun ki, mənə dəvət eləmisiniz bu mövzuda danışmağa. Çox gözəl mövzudur həqiqətən. Heç bizim ölkədə toxunulmayan bir mövzulardandır bu. Bəli, həqiqətən də bizə də çox maraqlıdır. Elə isə mən söhbəti bugün çox açıq danışmaq istəyirəm. İlk sualım belə olacaq ki, bir sənətşünas olaraq tənqid sizin üçün nə deməkdir? Tənqid əsasən mən sənətşünaslığa başlayanda hansı ki universitet sənədlərimizi verdik, qəbul olduq. Bu yöndə fikrimiz yox idi. Sırf nəzəriyyə, akademik yöndə getməyi düşünürdüm. Lakin istər-istəməz sərgilərə getdikcə, gördükcə artıq adamda bir tərəddüd yaranır ki, sənət budurmu sualları ortaya çıxır. Və tənqid olunmayan yerdə artıq görürük ki, kim nə gəldi yaradır, kobud dillə desək. Və hamısı sənət əsəri kimi qəbul olunur. Belə olanda inkişaf da getmir. Tənqid olanda rəssamlar istər-istəməz özlərinə bir limit qoyur, bir meyar qoyur ki, yəni bir meyarımız var. Bunu eləyəndə qarşılıq görəcəyik, diskussiya yaranacaq. Lakin tənqid olmayanda hər formada əsər görürük və bədii dəyəri yüksək bir rəsm əsəri kimi təqdim olunur cəmiyyətə. Cəmiyyətdə manipulyasiyaya uğrayır. Çünki sənətşünaslar tənqiddə o qədər də meyl eləmir, mühitdə problem yaşamasınlar deyə. Lakin elə olanda da istər-istəməz cəmiyyətdə manipulyasiya yaranır və bütün əsərlər yaxşı əsərmiş kimi təqdim olunur. Aha, təşəkkürlər. Və bir əsəri qiymətləndirəndə subyektivlik və obyektivlik necə balanslaşdırılır? Yəni zövqü nəzərə almaqla yanaşı hansı akademik meyarlar dəyişməz qalmalıdır? Misal üçün, bu subyektiv və obyektiv məsələsində sənətşünaslığın öhdəliyi ondadır ki, rəssamdan fərqli olaraq sənətşünas istər-istəməz əlində olan nəzəriyyəyə görə obyektiv formada əsəri dəyərləndirə bilir. Misal üçün, rəssam digər rəssamın əsərini yetəri qədər obyektiv dəyərləndirə bilmir bir çox vaxt. Problem onda yaranır ki, onlar incəsənət tarixinin nəzəriyyəsini köklü şəkildə bilmirlər və bilməklərinin də onsuz ehtiyac yoxdur. Lakin sənətşünas müəyyən bir müddət bunun təhsilini alıb və özünü düzgün formada yetişdirəndə obyektiv formada istər-istəməz özü yönəlir tənqidə. Və burada konkret nəzəriyyələr olur, struktural olur ki, o struktura əsasən tənqid edirik. Hansısa bir özümüzdən tənqid forması çıxarmırıq. Misal üçün, Feldman metodu var, hansı ki, bu metod Avropada əsasən geniş istifadə olunur. Bu metodda əsas 4 nüansa diqqət yetirilir. Təsvir, şərh, interpretasiya və yekun nəticə. Bu 4 əsas struktura uyğun olaraq əsərlər tənqid olunur. Bu başlıca rəngkarlıq əsərlərinə aiddir, lakin digər təsviri sənət növlərinə də aid eləmək olar bunu. Azərbaycanda isə Feldman metodundan daha çox ənənəvi bir metod var, hansı ki, bu metod 19-cu əsrin sonlarında Viyanada yaranıb və ruslar bunu Viyana sənətşünaslıq məktəbindən götürüb. Biz də vaxtilə Rusiyanın tərkibində olduq, Sovet dövründə yaşayanda, yəni istər-istəməz bunlar bizə də təsir edib. Və Viyana sənətşünaslıq məktəbinin formal metoduna əsasən biz tənqid edirik. Burada da nüanslar artıq artır, kompozisiya, forma önə çıxır. Feldman metodunda forma önə o qədər çıxmır. Bir növ interdisiplinar yanaşılır. Amma formalist metodda bu interdisiplinar yanaşmadan çıxılır, əsas akademik yönə diqqət yetirilir. Və biz də tənqid edəndə əsas bu iki nüansı götürürük. Müasir dövrdə isə artıq son illərdə, 2000-ci ildən daha sonraki dövrlərdə neuroestetikaya çox diqqət yönəlib. Çünki neuroestetik tənqiddə konkret əsaslandırmaq olur ki, bunlar niyə belədir? Elmi əsası daha güclü olur. Təşəkkürlər. Təşəkkür edirik. Bir də akademik cəhətdən siz danışdınız, rəsm əsərinin tənqid olunması. Həm akademik cəhətdən, həm də yaradıcı cəhətdən bir rəsm əsərini qiymətləndirə bilirsiniz. Belə bir hal mümkün ola bilərmi ki, akademik cəhətdən çox zəif bir rəsm əsəri, amma yaradıcı baxımdan
o qədər də zəif deyil? Yoxsa mütləqdir ki, akademik cəhətdən zəifdirsə, yaradıcı cəhətdən də zəifdir? Bu sualı özümdə çox fikirləşmişəm. Konkret cavab vermək çətindir. Çünki ümumi baxanda yaradıcı ruh deyilən bir qavram var. Düzdür, bu bir növ mistik yanaşmaya gedir. Lakin bunu biz genlərimizdəki o kodlarla əsaslandıra bilərik ki, bizim genlərimizdə hansı bir mutasiyaya əsasən yaradıcı ruh dediyimiz qavram formalaşır. Və istənilən rəssam bunu ifadə etməyə çalışır. Akademizmi bilmək bunda şərt deyil. Yəni rəssam akademizmi bilmədən də o içindəki enerjini ötürə bilər. Bədii ifadə vasitələrini ifadə edə bilər. Lakin əgər iddialı bir iş ortaya qoymaq istəyirlərsə, burada artıq akademik təməl çox vacibdir. Sual yaranır ki, bu qədər vacibdirsə 20-ci əsrin əvvəllərində, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində niyə rəssamlar, hansı ki, bugün biz onlara dahi kimi baxırıq, bundan imtina edirlər? Dövr fərqi var. Bu artıq baş vermiş bir prosesdir. Bunu yenidən təkrarlayanda təkrarçılıq alınır. Yəni hansısa bir yenilik, hansısa bir məna olmur. Bu dövrdə biz hansısa rəssam akademizmi bilmir, amma iş yaradır, deyə bilmərik ki, o vaxtı Van Gogh'da insanları təsvir edə bilmirdi, amma görün necə rəssamdır. Onu deyəndə təzad yaranır. Hansısa bir meyar olmalıdır və onsuz da Azərbaycandakı incəsənət əsərlərinə baxanda, rəngkarlıq əsərlərinə görürük ki, bir çox rəssam onsuz akademizmi yaxşı bilmirlər. Yəni təsvir edirlər. Demirəm saxtakarlıq edirlər, akademizm bilmirlər deyə o formada çəkirlər, qanunu yoxdur. Lakin yetəri qədər məsuliyyəti öz üzərlərinə götürmürlər. Müasir dövrdə ona görə əsərləri dəyərləndirəndə istər-istəməz o rəssamın akademik təməlinin olmağı çox önəmli nüansdır. Tək yaradıcılıqla bu həll eləmək olmur məsələni. Yaxınlarda bir viral bir video olmuşdu rəssamlar arasında. Cavidan bəy yəqin ki, siz... Bəli, Mədinə xanım. Burada Mona Lisa əsəri yenidən çəkilmişdi və bu barədə məsələn təkrarçılıq, kopyalama, bunların faydalı və əks tərəfi var. Biz bu barədə danışmalıyıq deyərdim. Bəli, bu yaxınlarda baş vermiş dediyiz hadisə, hansı ki Mona Lisa'nı bir xanım rəssam kopyasını yaratmışdı, hansı ki bu kopyaları onsuz da rəssamlar yaratmalıdır. Yəni rəssam akademik səviyyədə kopya yarada bilmirsə, o rəssam istər-istəməz incəsənət cəmiyyəsində yetəri qədər qiymətləndirilmir yüksək. Lakin kopyaları yaradanda rəssamlığın içində, bu sənətin içində olanlar onsuz da bilir ki, əsasən barok dövrünə istinad edilir. Çünki barok dövründəki anatomiya, işıq kölgə, ümumi faktura həlli daha qəlici, nəinki Rənesans dövrünə görə. Ona görə də barok dövrünün işləri kopyalanır. Lakin bu xanım rəssam Rənesans dövründən Da Vinci əsəri. Yine burada bir kesinti etmek istedim. Sizin bu şərhinizi görmüştüm ve demiştiniz ki barok, yani burada dedikleriniz yolda tekrar olmuştunuz. Ama bu kifayət qədər çətindir rəsm əsəri də. Yəni yenə də bunu belə qiymətləndirirsiniz ki, bu kifayət qədər yaxşı kopyalamaq üçün. Bəli, ümumiyyətlə yaxşı kopyalamaq üçün çətin əsərdir, lakin yenə barok dövrünü müqayisə eləyəndə texnik fərqləri var. Yəni Da Vinci həddindən artıq çox bir növ reputasiyası getmiş rəssamlardandır. Çünki Da Vinci o dövrdə Dürerə baxanda, Dürerin texnikası, texniki cəhətdən rəssamlıq qabiliyyəti Da Vinci'dən daha üstündür. Yəni Da Vinci Mona Lisa'nı kopyalayanda sfumato, misal üçün bu havanı göstərmək əsas rəssamların cəhdi olur və buna görə çox yüksək dəyərləndirilir. Lakin ümumi sənət nöqteyindən baxanda Dürer ondan daha qəliz əsərlər yaradıb. Yəni Da Vinci akademik əlli Dürerlə müqayisə zəif olub istər-istəməz. Xanım isə onu düzgün formada təqdim etməmişdi ilk olaraq. Bundan savayı da əsərin kopyalama səviyyəsi onsuz da zəif idi. Yəni o səviyyədə bir iş deyildi ki, mən belə bir işi kopyalamışam bilə-bir. Və üçüncü olaraq bunu onsuz da rəssamın işidir. Onda hər rəssam çıxsın, kopyaladığı işi göstərsin ki, baxın mən də Caravaggio'nun əsərlərini kopyalamışam və birə-bir oxşayır və s. Bu düzgün yanaşma deyildi mənim fikrimcə. Tək mənim fikrim deyil, ümumi.
eynən belə fikirləşirəm, çünki mən də rəssamlardan eşitmişəm ki, yəni kopyalamaq öyrənməyin ən yaxşı yoludur, amma yəqin ki, xanımın onu sosial mediada paylaşması daha çox gündəm yaratmışdı ki, bu incəsənət cəmiyyətində mən orada şərhləri nəzərə yetirirdim. İnsanlar tərəfindən çox tənqidə, yəni daha çox incəsənət cəmiyyətində tənqidə məruz qalmışdı. Bəli, Sosial mediada çox böyüdərək təqdim etmişdi və Cavan bəy deyir, yanlış idi. Sanki özü çəkibmiş kimi təqdim olundu hətta rəsm əsəri. Belə isə Cavan bəy, rəssamlar niyə bu qədər rahat şəkildə, əgər yanlışlar varsa, akademik həyatdan yanlışlar çoxdur. Mən hətta burada bir nümunə rəsm əsəri çəkmək istərdim. Siz də bunun haqqında danışmışdınız əslində. Başlanğıc əsəri. Çünki əsas problem odur ki, yəni problem sənətşünaslardadır sözün açığı. Rəssamlar onsuz iş yaradırlar və yaratmaqları yaxşıdır. Lakin sənətşünaslar çox çəkinir bu məsələdə. Mən misal üçün son 1 ildə tənqidə çox yönəlmişəm və son bir neçə ayda üzə çıxmağa başlamışam, yazılar yazmağa başlamışam. Sənətşünaslar bir növ anı yaşayır özləri üçün. Yəni öz dünyaları var, akademik işlərlə məşğuldurlar və oradan aldıqları həzz onlara kifayətdir. Lakin sənətşünaslığın o kökü odur ki, cəmiyyətlə incəsənət aləmi arasında bir körpü yaratsın. Bunu eləmək istəmirlər. Bir sıra səbəbləri var. Eləmək istəyən bəzi sənətşünaslar oldu. Rəssamlar arasında bir mənalı qarşılanmadı və sənətşünas o qədər tənqid olundu ki, bu mühitdən çıxdı, tənqiddən. Ənənəvi təhlilə keçdi və tərifə keçdi. Problem burada sənətşünasların düzgün mövzuya yanaşmamağıdır. Ona görə də rəssamlar istədiyi formada iş ortaya çıxarır. Və misal üçün bu son 2 iş, ortaya çıxan 2 iş cəmiyyət tərəfindən və rəssamlar tərəfindən tənqid olunur və rəssamlar nəzəriyyəni bilmirlər deyə və müəyyən qədər subyektiv yanaşırlar deyə tənqid o həddə effekti alınmır. Cəmiyyətdəki onsuz da manipulyasiya açıqdır. Rəsmlə, incəsənətlə o qədər geniş əlaqələr yoxdur. Çünki müəyyən qədər bilik var. Lakin o Avropadakı, Rusiyadakı o iç-içə girmək incəsənətlə yoxdur. Və manipulyasiyaya uğrayırlar. Rəssamlar da çox rahat formada öz işlərini təqdim edirlər. Təqdim etmək mövzusu olanda, Lalə üzr istəyirəm, mənə bir mövzu çox maraqlıdır, bu təqdim etməklə bağlı. Bu yaxınlarda çox belə, o Lalənin də dediyi kimi bir rəsm var idi və o rəsmin PR-ı çox getdi və mən orada bir dənə sizi gördüm ki, siz o əsəri tənqid eləmişsiniz və mənə çox maraqlı gəldi. Yəni, bir əsərin təqdim edilməsində, onun gördük ki, biz PR-ı daha çox önəmlidir. Nəinki onun akademik iş olması. Doğru? Hər halda mənə qatılarsınız bu mövzuda. Arasında bu çox yaxşı qəbul edildisə, yəni bu rəsm əsəri bir rəsm əsəri kimi qəbul edildisə, deməli, bir rəsmin akademik səviyyədə olmasından əlavə daha çox onun PR önəmlidir. Normal sənətşünaslar institutlar olsaydı, hansı ki, hər əsər çıxanda müəyyən tənqidi yazılar olsa, belə bir problem yaşanmazdı. Misal üçün, məndə o əsərin ortaya çıxmağı mənə xeyli təsir elədi. Çünki baxırsan, əsərin PR-ını aparan, yəni nə kuratordur, nə sənətşünasdır, nə hansı bu sahənin spesifik insanı deyil. Və əsərə baxırsan, əsər də o səviyyədə əsər deyil. Lakin PR-ı çox yaxşı aparılır. Burada belə bir məsələ ortaya çıxır ki, rəssamlar bu həddə PR apara bilmir. Bu 2 əsərin ən müsbət cəhəti odur ki, yaxşı PR apara bilib və cəmiyyətə nüfuz edə biliblər. Ona görə tənqidə bəli. Hətta bu başlanğıc Azərbaycan rəssamlığına böyük töhfə kimi göstərilmişdi. Halbuki akademik cəhətdən belə yanlışlar tamamilə göz önündə idi. Bəli, həm akademik cəhətdən orada bir xeyli səhv var idi. Mən o mövzuya çox toxunmadım, çünki onu sonra rəssamlar görür. Həm də ümumi, yəni çox iddialı bir iş kimi ortaya çıxmışdı. Halbuki elə deyil. Və tənqid edəndə də rəssam istər-istəməz öz üzərinə götürür. Halbuki rəssam yox, o işi tənqid edirik və başqa rəssam o işi tənqid eləsə başa düşürlər ki, misal üçün, mənim işim tənqid olunur, məni qısqanır deyə bilər. Lakin sənətşünas rəssamları qısqanmır və istədiyi formada tənqid edə bilir. Onsuz işi budur, peşəsi budur. İncəsənətdə belə bir ifadə var, daha doğrusu bizdə ki, incəsənət sərhədsizdir.
Mən düşünürəm ki, rəssamların çoxu bu ifadədən sui-istifadə edirlər. Çünki incəsənət sərhədsizdir deyəndə mənə elə gəlir ki, zamanın axmasını göstərmək və yaxud da xüsusilə indi mən də köhnə rəssamların adını çəkəcəm. Frida Kahlo'nun misal üçün incəsənətin sərhədsiz olduğunu, təsəvvürün sərhədsiz olduğunu ən çox onun rəsm əsərlərində görmüşəm. Məncə indiki rəssamlar bunu yanlış anlayıb və bundan sui-istifadə edirlər rahat rəsm əsəri çəkəndə. Siz nə qədər qatılarsınız bu dediyimə? Çox düz dediniz Lalə xanım. Yəni xeyli sui-istifadə məsələlərini görürük. İncəsənət sərhədsizdir adı ilə, postmodern, metamodern adı ilə hər cür işi ortaya qoyurlar. Və bu dəlalət əsas vermir ki, o işlər yaxşı işdir, o işlər bir fayda əmsalı var, o işlər bədii baxımdan güclü deməyə əsas vermir. İncəsənət fikirlər sərhədsiz ola bilər, nə bilim, ondan savayı ideyalar sərhədsiz ola bilər. Lakin bunu ifadə edəndə müəyyən bir əlində texnoloji material olmalıdır. Bunu ifadə eləmək gücü olmalıdır. Ona qalsa hər kəs istədiyi formada nəsə yarada bilər. Lakin bunu düzgün ifadə edənlər tarixə keçib və yaxud da PR-ı yaxşı aparılanlar tarixə keçib. Ona görə sizin bu fikrinizə mən də qatılıram. Bu ad altında hər cür iş ortaya çıxır və tənqid də olunmur, ümumiyyətlə birmənalı qarşılanmır, lakin fikir də bildirmirlər ki, niyə birmənalı qarşılamırıq bunu. İstər-istəməz çirklilik yaranır. Bunun da ən çox təsirinə izləyicilər məruz qalır təəssüf ki. Bəs sənət təsiri olmayan biri, hər hansısa bir izləyici yaxşı bir sənət əsərini necə təyin edə bilər? Necə ayırd edə bilər? Hansı meyarlara əsasən? Mən hazırda doktorantura mövzum da bu yöndədir. İncəsənət əsəri haqqında məlumat olmayan şəxsdə necə olur, təsir edir. Bunu indiki dövrdə neuroestetika yönündən araşdırırlar. Belə ki, baxdığımız təsvirlərin, formaların beynimizdə bir vizual qarşılığı olur. Və yaxşı əsər istər-istəməz insana təsir edir. Nə baxımdan? İndi burada deyilə bilər ki, bəzi əsərlər var ki, spesifik bir mediası var onun. Lakin bəzi əsərlər də var ki, öz dövrün, özün aşıb keçib və istənilən baxan şəxsə təsir eləməyi bacarır. Bu da artıq beyində gedən proseslərlə bağlıdır. Savadı olmayan, yəni təhlil savadı olmayan şəxs onsuz yaxşı əsər görəndə ondan təsirlənəcək. Bu bir növ təbiətin bir qanunu kimi bir şeydir. Bunu da belə əsaslandırmaq olar ki, o iş yaradılanda orada qurulan rənglər, orada qurulan kompozisiya və oradakı xətt, oradakı vertikal və horizontal bölmələr elə qurulur ki, yaxşı rəssam tərəfindən. Buna baxan istənilən insan oradan həzz almağa başlayır. Tək həzzdən söhbət getmir. Buna baxanda nəsə bir kontakt yaranır. Ən azından bəyənməməyin özü belə bir fikrə gətirib çıxarır. Biri var, baxsın, başa düşməsin, müasir əsərlərə baxanda çox adam başa düşmür. Bir də var ki, baxsın, desin bəyənmədim və yaxud desin ki, bu necə maraqlı bir əsərdir. Aha, bəs belə bir şey var. Mən bir çox incəsənət sevgisi olan insandan, bir çox yoldaşımdan belə bir ifadə etmişəm. Düzü mənim heç xoşum gəlmir, qəbul etmirəm. Deyirlər ki, tarix boyu bir çox dəyərli əsərlər öz dövründə anlaşılmayıb və illər sonra əslində dəyərləri ortaya çıxıb. Bu gün də biz belə proseslərin şahidi ola bilərik deyirlər. Hansı ki, bizim bugün tənqid etdiyimiz, heç bəyənmədiyimiz rəsm əsərləri illər sonra böyük bir iş kimi tarixə keçə bilər deyirlər. Sizcə belə rəsm əsərləri varmı? Yəni həqiqətən də ola bilərmi belə bir şey? Bu sözdə sözün açığı biraz haqlılıq payı var. Belə ki, o dövrdə konkret bir qanun olub ki, konkret bir icmalar olub ki, onların istəyinə uyğun əsərlər yaradılıb. Və ondan fərqli əsər yaradanlar o dövrdə öz lazımi dəyərini görməyib. Əgər bu rəssamların bəxti gətiribsə, əsərləri puç olmayıbsa, günümüzə kimi çatıbsa və yaxud özündən sonraki nəsillərə çatıbsa, o nəsil ola bilər ki, o rəssamın işlərini başa düşsün və qiymətləndirsin. Lakin bu bütün rəssamlara bunu aid eləmək olmaz, çünki yenə də baxanda Renesans dövrünə və yaxud da neoklassik dövrə baxanda görürük ki, onsuz da yaxşı rəssamlar üzvü olub görünüb. Hər necə olsa da ortaya çıxıb. İndiki dövrdə hansı ki biz deyirik ki, öz dövründə düzgün anlaşılmayıb.
Bu tip rəssamlar daha çox PR-ın məhsuludur, nəinki öz gücünün məhsulu. Onlardan daha yaxşı rəssamlar olub və anlaşılıb. Bu həm mənim fikrimcə müəyyən qədər düz, həm də müəyyən qədər manipulativ fikirlərdir. Və Azərbaycanda belə rəssamlardan kimləri nümunə çəkə bilərsiniz? Hansı ki, əsərləri illər sonra ola bilsin ki, tarixə keçsin və çox danışılsın. Hazırda indiki dövrdəki bu rəssamlara baxanda, misal üçün, yeni nəsildə ola bilər ki, rəssamlar olsun. Çünki işlərinə baxanda tək kompozisiyaya baxdıq, oradakı ümumi standart analizlər apardıq, bitmir. İşlərində həqiqətən alt qatlar var və onlar istər-istəməz insana təsir edir. Bu tip rəssamlar var. Burada indi adlarını çəkmək hələ ki uyğun olmaz. Gələcəkdə onsuz özləri ortaya çıxacaq, görünəcək. Lakin daha əvvələ aid və indi populyarlıq qazanmış və yaxud qazanmamış rəssamlardan spesifik kiminsə adını deyə bilmərəm sözün açığı. O tip rəssamlar var, yəqin ki var. Ya mənim rastıma çıxmayıb və yaxud da yəni bu tip əslində bu sual çox yaxşı sualdır. Bu sual yenə də sənətşünasları maraqlandıran sualdır. Sənətşünas axtarıb tapmalıdır bu tip rəssamları. O səbəbdən konkret bir ad çəkə bilmərəm, amma sual yaxşı sualdır həqiqətən. Bəs əslində mən ad çəkməyinizi daha çox istərdim. Belə bir sual versəm ki, PR-ı yaxşı aparılan rəssamlardan bəs? Bu dəqiqə olan rəssamlardan çox çətin ki, gələcəkdə inanılmaz bir ad qoyan rəssamlar olsun. Lakin baxanda bu dövr üçün çox yaxşı, həqiqətən güclü rəssamlar var. Azərbaycan səviyyəsində güclü amma. Misal üçün, Ramal Kazımın işləri. Onun işləri akademik səviyyədən çox yüksəkdir və deformasiyanı çox yaxşı formada apara bilir. Sözün açığı özünə şəxsi tanışlığım yoxdur. Rəssamlara mümkün qədər şəxsi tanışlığı olmamağa çalışıram, çünki o sonra sənətşünasda problemdir. Bundan savayı Rıza Rızayev olmalıdır. Hazırda Qazelli Art House sərgisi də var. Onun işləri yaxşıdır Azərbaycan səviyyəsi üçün. Biraz daha məzmuna fokuslansa, məncə ümumiyyətlə dünya səviyyəsinə çıxarmaq olar. Başqa bir dəqiqə ağlıma gələn ad hazırda yoxdur. Sözün açığı mən bu rəssamları olduqca, gördükcə qeydlərini tuturam özüm üçün. Lakin əzbərimdə ad baxımdan qalmayıb hazırda. Yaxşı sənəti yaxşı edən nədir? Birbaşa rəngkarlıqdan danışsaq, əsərlərin yaxşı olması oradakı o savaddan savayı yaradıcılıqla bağlıdır. Mən əsas savadın üstünə düşmüşəm, çünki Azərbaycanda yaradıcı olmaq, yəni hər kəs özünü yaradıcı kimi təqdim edir, amma savadları yoxdur çoxunda. Yəni o repin səviyyəsində savad yoxdur, yəni. Ona görə problem yaranır. Lakin ümumi baxanda onsuz da əsərin yaxşı olmağı, onun düzgün beyindəki ideyanın düzgün formada kətana ötürülməsi ilə başlayır. Düzgün formada ötürmək üçün də təcrübə lazımdır və texnika lazımdır. Yəni hansısa bir misal üçün ideya var, lakin kompozisiya düz qurulmayanda, ora düzgün rənglər vurulmayanda istər-istəməz bu bədii ifadə baxımından öz effektivliyini göstərə bilmir və tarixə keçə bilmir və yaxud da yaxşı əsər kimi qeyd oluna bilmir. Burada əsas problem odur ki, incəsənətdən danışanda həzzdən danışırlar, estetik normlardan danışırlar və estetik normlarda düzgün bir növ şərh eləmirlər. Ona görə bu sualdan danışanda istərseniz biz getməliyik ki, estetika nədir, incəsənətin kökündə duran əsas meyarlar nədir və oradan başlayaraq deyə bilərik ki, əsər niyə yaxşı əsərdir və yaxud da bu əsər yaxşı əsər olmaq üçün hansı predmetlərə ehtiyac var. Konkret düsturu yoxdur ki, bunu eləsən yaxşı əsərdir. Bu artıq o sənətçinin içindəki yaradıcı bir növ ruhla bağlıdır. Yəni yenə yaradıcı ruh dediyim odur ki, bu atalarından gələn, miras qalan genlər, beyindəki bu yaranan hansı ki normal insanda olmayan, amma onlarda olan əlaqələr var. Onunla bağlıdır. Düstur yoxdur. Düstura əsasən iş yaratsalar onsuz da o iş, yəni Orxan Pamukun əsərləri kimi olacaq.
Baxırsan mükəmməl əsərdir, lakin konkret düstura əsasən yazılıb. Burada qeyri-adi bir yaradıcılıq yoxdur. Ya da akademizm dövründəki işlər kimi. Baxırsan mükəmməl kompozisiya var və s. amma yenə yaradıcı yanaşma zəifdir. Təşəkkürlər. Mən istərdim söhbətimizi izləyicilərin sualları ilə davam etdirək. Kiminsə sualı varsa, qısa bir şəkildə yönləndirə bilər. Salamlar, salamlar. Üzr istəyirəm desəm böldüm sözünüzü. Mən belə bir maraqlı bir sual vermək istədim. Əslində özümün qarşılaşdığı bir problemdir. Məncə siz bir həll tapa bilərsiniz. Mənim bir dostum var idi, qeyri-professional rəsm çəkirdi və o abstrakt bir əsər çəkmişdi və mən onun bu abstrakt əsəri tənqid eləmək istədim. Amma verdiyim bütün tənqidlərə cavab belə gəldi ki, bu mənim tərzimdir. Ümumiyyətlə abstrakt əsərlər elədir ki, heç bir qanuna uyğun deyil və belə heç bir bütün tənqidlərimi konkret bir işlə cavabla belə deyək də yıxdı. İndi mən belə sualımı belə formalaşdırım. Siz deyirsiniz ki, bir düstura uyanda, düsturla gedəndə sənətçilərin əsərləri o qədər də uğurlu alınmır. Əgər düstura, qaydaya uymursa daha yaradıcı olur. Bəs biz nəyi tənqid edirik? Yəni düstura uymadığı üçünmü tənqid eləyirik, yoxsa yəni sual belə məncə başa düşdünüz biraz belə. Bu haqqda bir fikir bilirsəz maraqlı olar. Çox sağ olun. Çox qəşəng sualdır. Çünki eyni problemi mən də yaşayıram. İndiki vaxtda yaşamıram, lakin bir neçə il əvvələ kimi yaşayırdım. Rəssamlara sual verirdim ki, bu nədir eləmisiniz? Hər suala bir cavabları var idi. Bu problemi təkcə siz, mən yaşamırıq. Bu problem hardasa bir 50-60 ildir mövcuddur. Deməli, Susan Sontag adlı bir sənət tənqidçisi var. O buna öz fikirlərini bildirmişdi ki, indiki dövrdə əsərlər yaradılır və bu yaradılan əsərlərin formasından, texniki gücündən çox onun şərhi ön plana çıxır. Və nə sual versən, fırladıb necəsə bir cavab tapa bilir rəssamlar və yaxud da o rəssamı müdafiə edən sənətşünaslar. Burada problem çıxır ki, bəs biz nəyə görə, nəyə əsasən sübut edə biləcəyik ki, yox, bəs bu iş o səviyyədə iş deyil və yaxud da sən özündən bir nəsə yaratmısan, lakin bunun bədii dəyəri yetəri qədər deyil. Ola bilsin adam bəlkə də yaradıcı adam, nəsə yaradıb. Lakin burada hər nə qədər düstur rəssama aid deyil, düstur rəssama lazım deyil. Onsa yaxşı rəssam o düsturları əzbərləmədən o əsəri ortaya çıxara bilir. Lakin sənətşünassa sizə, mənə düstur lazımdır. Ortaya çıxartdığı əsərin niyə yaxşı pis olduğunu bilmək üçün. Rəssamın onsa beyni elədi ki, o avtomatik onu beynində həll eləyir. Bu rəng burada olmalıdır, burada bu fiqur olsa yaxşıdır, işıq kölgə buradan düşsə o qədər yaxşı təsir eləməz və s. Bununsa rəssam bilməyərəkdən də olsa yaradır. Beyni öyrəşir buna. Lakin görən izləyicilər və yaxud da sənət tənqidçiləri o formada yanaşa bilməzliyi onsuz da düsturlar yaradılır. Feldman metodu və yaxud da Viyanadakı formalizm, formal tənqid metodları yaradılıb. Sırf o formal tənqid metodlarına yanaşan deyilsə, birinci bildik ki, bu adamın akademik səviyyəsi nədir? Ondan sonra interdisiplinar təhlilə keçirik. Interdisiplinar təhlil də odur ki, burada sosioloji, kulturoloji, psixoloji yöndən ələ alırıq və s. Və yaxud da strukturlar analiz edirik və s. və ilaxır. Amma ilkin olaraq yenə deyirəm, bu tip rəssamların, bilmirəm hansı səviyyədə rəssam demək olar, gördükləri işləri, yaratdıqları işləri tənqid etmək üçün yəni onun bir gücü olmalıdır ki, yəni deformasiya hamı edir. Amma sən akademizmi yaxşı bilmirsənsə, anatomiyanı yaxşı bilmirsənsə, deformasiya edə bilmərsən axı onsuzsa. Baxanda insan görür ki, bu o səviyyədə iş deyil. Hardasa bir neçə həftə əvvəl bir rəssamla bu haqda müzakirə aparırdıq. O dedi ki, yəni deformasiya ən yaxşı nümunə Salvador Dali'nin əsərləridir. Baxırıq, görürük ki, saat əriyir. Amma onun ərimiş saat bizə qəribə bir formada gəlmir. Yəni saat elə qurub ki, əriməyin. Onun həqiqətdə bu saatı götürüb əritsək, bu formada əriyəcək. Çünki nisbətləri düzgün tutub, miqyasları düzgün verib. Eynən o formada yaxşı rəssam miqyası nisbəti düzgün verir və oradakı əl-qol uzundursa və yaxud da abstrakt əsərdirsə, non-figurativ əsərdirsə, orada düzgün rəng həlli ilə, düzgün xəttlərlə,
düzgün nöqtələrlə bilinir ki, hə, bu yaxşı əsərdir. Və izləyici hər nə qədər incəsənətdən anlamasa da, ona o əsər təsir eləyəcək, istərsiniz. Çox sağ olun cavaba görə. Çox maraqlı cavab oldu, ətraflı cavab oldu. Təşəkkürlər. Siz də sağ olun. Elə Başqa isə sual mən var? keçirəm izləyicilərdən gələn suallara. Bəli. Bəli. Belə səslənir sual. Əgər incəsənət ruhu əks etdirirsə, ruh isə individualdırsa, o zaman onu sorğulamağa ehtiyac varmı? Və əgər varsa, bu tənqid meyarlarını kim müəyyənləşdirəcək? Cəmiyyət yoxsa sənət adamları? Tənqid meyarlarını sənət adamları müəyyənləşdirir, lakin bu sənət adamları sadəcə söz oyunu ilə bunu müəyyənləşdirmir. Sənət adamları gərək təbiət elmlərinə də hakim olsun, neurologiyanı da bilsin, psixologiyanı da bilsin. Yəni bu ənənəvi söz oyunu ilə olan tənqid və təhlillər gedir 18-ci əsrdə Denis Diderot'un yazılarına. İlk akademik sənət tənqidçisi Denis Diderot olmuşdu. Hansı ki, onun tənqidləri bugünkü tənqiddən fərqlənirdi. O daha çox estetik yöndən ələ alırdı və hər günü çəkmək olardı sözlərini. Lakin indiki dövrdə sənət tənqidçisi, sənətşünaslar elə deyil və buna görə onsuz nəzəriyyələr var. İlk dəfə bu baxımdan samballı işi Tolstoy öz əsərində, İncəsənət nədir əsərində ortaya qoymuşdu problemi ki, bəs biz nəyə əsasən bu yaradılan fərdi ruhları dəyərləndirəcəyik. Fərdi ruh da dediyimiz beynimiz, yəni sadəcə ruh daha rahatdır demək, ona görə o sözü istifadə edirəm. Yəni bunlar hamısı individual işlərdir, bəs bu işlər nəyə görə dəyərləndiriləcək? Yəni bunun dəyərini mən verəcəm, xalq verəcək, yoxsa hansısa bir sosium verəcək? Düz Tolstoy bu nəticəyə gəlmişdi ki, əsas dəyər meyarı xalqdır. Lakin burada kobud formada desək gəldiyi nəticə budur. Bunun indi alt təbəqələri də var ki, nəyə görə xalqın dəyər meyarı olduğunu deyir izləyicilərin. Lakin hardasa 1999-cu ildən bu yana konkret olaraq yaxşı pis əsəri və yaxud da bu əsəri yaradan bu fərdlərin hansı səviyyədə özlərini ifadə elədikləri, hansı səviyyədə yaradıcılıq ehtiva etdiklərin üzərinə artıq düşüblər. Birinci neuroloqlar düşdü, maraqlısı budur. Semir Zeki misal üçün. Dedi ki, bəs yaradırlar işləri və hamısı fərdi işdir təbii ki. Kiminsə istəyi ilə və s. rəssam özü bir əsəri ortaya qoyur. Amma nəyə əsasən biləcəyik ki, bu əsər yaxşı, pisdir və s. və ilaxır. Ona görə artıq bunun konkret tədqiqatlara aparılmağa başlanıb. Ümumi yığcamlaşdırıb desək, bunun konkret bir camiə olmalıdır və o dəyər şkalasını formalaşdırmalıdır. Amma bu dəyər şkalasını formalaşdıranda azdan çoxdan xalqın baxış bucağı da ələ alınmalıdır. Çünki insanlar da bir əsəri görür, bəyənir. Bunların da beynində bir proses gedir. Oradakı o vizual görüntü gəlir beyində bir kimyəvi proseslərə səbəb olur. Mən elə buna əlavə bir sual vermək istərdim. Elə izləyicilərimizin birindən gəlib ki, rəssamın niyyəti önəmlidir, yoxsa nəticə? Çünki bəzən bir rəsm əsərini bölürlər ki, rəssam belə hisslərini töküb, elə hisslərini töküb. Yəni bu mu önəmlidir, yoxsa görünən iş, çəkilən iş? Yenə burada Grimberglə Susan Sontag'ə, bu ikisi sənətşünas və tənqidçi olub, onlara fikirlərinə istinadən danışmaq olar. Niyyət önəmlidir, yoxsa ifadə olunan işdə? Belə başa düşdüm. Sual belə idi, hə? Bəli, bəli. Bəli, bu hardasa 80-ci illərə kimi, ən uzağı 80-ci illərə kimi başa düşülən bir konsept idi ki, niyyət ifadədən daha vacibdir. Çünki o dövrdə ilk dəfə rəssamlar ifadəni texniki baxımdan yox, əsas müxtəlif ideyalarla, niyyətlərlə ortaya çıxardılar. Lakin sonra zaman irəlilədikcə gördülər ki, burada artıq bir qarşılıqlıq yaranır. Bir necə, hər kəs deyir, mənim niyyətim belədir, elədir. Lakin ortaya çıxarılan işlər 20-ci əsrin əvvəllərki işlərdən çox zəif qalır.
Niyyət vacibdir, yaxşı bir şeydir. Niyyət olmalıdır ki, iş ortaya çıxsın. Lakin bu niyyəti düzgün formada ifadə etməyi bacarmalıdır rəssam. Əgər hansısa öz işinə sevgisi və hörməti varsa, mümkün qədər yaxşı formada və strukturlara əsasən işi təqdim etməyə çalışacaq. Niyyətim budur, belə göstərim olmayacaq. İndiki dövrdə əsas problem öz işlərinə lazım dəyər qoymur rəssamlar. Yəni rəssam olmaq üçün rəsm çəkirlər. Hansısa bir bu Freud deyir, sublimasiya olmalıdır. İçimizdə enerji yığılıb sonra partlayır. Belə bir dərdləri yoxdur. Sadəcə rəssam olmaq qəşəng addır. Çox adam istəyir ki, adım rəssam kimi getsin, fərqlilik olsun və s. Ona görə işlər çəkib ortaya qoyurlar. Və çox gülməli mənzərə çıxır. Qısaca incəsənətdə tənqid həm inkişaf etdirir, həm yönləndirir, həm sınayır, həm də düşünməyə vadar edir. Belə isə mən söhbətimizi burada sonlandırmaq istərdim. Dinlədiyiniz üçün təşəkkürlər. Bugün biz həm sənətdə tənqiddən danışdıq, tənqid mədəniyyətindən, həm PR-dan danışdıq. Cavidan bəy sizə də təşəkkür edirəm. Həm cavablar çox maraqlı idi, həm də suallar çox maraqlı idi. Növbəti epizodda görüşərik. Mən də öz təşəkkürlərimi bildirirəm. Maraqlı müzakirə getdi. Yetəri qədər bəzi nüanslar açılmadı məncə, amma heç yoxdansa giriş kimi ümumi olaraq bu yaxşı diskussiya idi, söhbət idi. Çox sağ olun.